kanal videoma hər biriniz xoş gəldiniz. Bu yanımda dostum Zeynəb var, kanalımda ikinci dəfə qonaq olur. Bu gün dostumla bir gün yenə çəkirik. Başlığı dəyişdirə bilərəm sonradan, amma hələ ki belə bir başlıq var ağlımda. Mən artıq evimcinin evində deyiləm, onların evindən artıq qayıtdım, öz evindəyəm və artıq öz evimdən vloglar, videolar gəlməyə davam edəcək. Əgər yenə onların evində falan gedib gəlsəm qonaq olaraq, yəni 1-2 günlük falan, böyük ehtimalla da həftəlik qalmağa getməyəcəm. Getsəm, eləsəm, yenidən onlarla bir yerdə video gələcək. Siz əgər onları özləsəz yorumlarda yazarsınız. İndi isə nə edirik? Gedirik dostumla bir yerdə həyətə. Burada köynəklərimiz eynidir. Mənim də belədir. Sadəcə onda biraz daha xırdadır və biraz onun şeyləri, xətləri daha koyu qəhvəyidir. Mən bala pişikləri çox sevirəm və Zeynəb mənə neçə gündür göstərmək istədiyi bir pişik var. Bunun şirinliyinə baxın. Amma imkan versə mən alacağam qucağıma. Hələ ki imkan vermir və çox oynayır. Bayaqları saçı ilə falan oynayırdı. Dişləyir. Uşaq, mən bazı vaxtı pişiklərdə çox qorxurdum. Mənə bu öyrədib qorxmamağı. Demişəm onu bilmirəm. Uş, səni yerəm. Kəndisini yemək almağa gedirik, amma ondan öncə yerinə qoyacağıq. Hardan götürmüşüksə, yəni ora. Siz dostlar, elə buradan götürmüşdün, qoy bura. Su da qoyublar onun üçün. Can. Dükkanın içində bir yarı göstərib deyircülər sənə indirim gəlib ki. Aldıq uşaqlar bu arada 70 qəpiyə idi, 69 qəpik. İncidə görə indi inşallah oradan tərpənməz. Burada aşırı oynağan bir şeydir. Çox belə tərpənir, eləyir və dırnaqları mənə cızdığı üçün mən çox oynatmadım. Zeynəb daha çox sevir yəni pişikləri. Onun üçün onun quzağına qaldı. O daha çox oynatdı falan. Gidirik ki bunu verməyə. Bunu mən verəcəm. Qoy bəlkə mənə biraz sevdi. Çünki mən çox oynamadım, sevmədim mən deyəsən, bilmirəm. Gəldik həmin yerə. Hər yerə bax. Oha, burada da Felix yeməyi var. Biz pəmbəsini aldıq. Şirin. Zeynəb deyir ki bu qəşəng olur. Bilmirik hardan dadım bilir. Açdım şu an açdım. Qaçma bir yerə. Can, qorxuram. Birazcık koydum bura. Götür onu əlinə. Gör yiyir. Oo, 2 dəqiqəyə yedi. Tut, mən töküm. Biraz bu kız bir şeydi. Uşaqlar biz tökdük hamısını yeməni təzədən belə sivirib tökdüm qaba. İndi gedib başqa bir pişiyə verəcək. Hamısını özü yeməməyi seçdim. Əlimdən nə boz başı gəlir, onu yığandan bütün şey oldu. Pişirən yan-yana pişik var, seç pişikləri. Bu yatıb buna başım bırak ki buna verək. Tamam. Ay, qorxuram. Pişik yeyəndə qara pişik də durub gəlib biraz qoşuldu. Yəni onsuz da az qalmışdı, ikisinə də çatmadı. Ona görə biz gedib 2 dənə də əlavə aldıq, verdik və bu arada bunu demək istəyirəm sizə. Bu Felixin hansı rəngi, yəni üstəki rəngi var, hansı rəngi daha yaxşıdır? Mən qırmızısını aldım ikinci dəfə, çünki qırmızı ət daha yaxşı olar məncə. Uşaqlar, bu arada biz bayaq nə oldu? Deməli, dükançıyıq. Çox düşənci mənəsə çöldə idi su şeyləri. Götürdük və qabadakı çox soyuq isti idi daha doğrusu. Təzə qoyulmuşdu da, yəni hələ soyumamışdı. Xala da gəldi. Dedim ki, xala bu şeydir. Dedi ki, arxalardan götürün. Həqiqətən arxada soyuğu var idi, düzdür. Hə, dedi ki, həmişə oğurayanda arxadan oğurayım falan belə dedi. Acayip şeydir. Sonradan deyir ki, pul səndən məndədir. Zeynəb baxdı cibinə, gördü onda yoxdur. Mən baxdım tez arxa cibinə, gördüm ki, hə məndədir. Dedim ki, məndədir. Sonra xala dedi, Allah sizi qorusun falan. Çox şirindir. Nənəm ola bilərsən? Nənəm ola bilərsən? İstəyəm. You were born here in this place. You belong. You've been this way all along. What brought you on? Made you strong. Oh my god, Qısqameykalar. Qısqameykalar bir dəfə də belə şəkildə idi. Sonradan bunları düzəltmişdilər. Bayağı bu uzanıb yataram da, yəni. Yatarsan. Hə, yataram. Yəni ki, buranı yatmaq üçün kimsə belə eləyib də. Gənə gərəkiz. Başqa nə olacaq? Şu an bir uçaq gedir, amma bilmirəm onu görürsünüz yoxsa yox. Bilmirəm düşür yoxsa yox. Ən belə yaxınlaşdırım, bəlkə düşdüsə də düşər. 10x oldu. Mənim daha zəkidir, yoxsa mənim padruqam mı? Padruqam? Padruqam, bacım mı? Meymun mu daha zəkidir, yoxsa mənim bacım mı?
Deməli, ilk sualım budur. Deməli, bu sual zaten içmiş olsan deyən. Deməli dostlar, o meymun temasını eləməyəcəyik. Çünki o suallar ağlımıza gəlmədi. Həmin vaxtda oyun oynamaq istəyərkən bir şeylər fikirləşirdim ki, Zeynəbin ağlına başqa bir oyun gəldi. İndi məncə bu akımın adını tam dəqiq bilmirəm. Məncə Zeynəbin ən sevdiyi fəsil yay və mənim də ən sevdiyim fəsil yaz fəsidir. Yayı da çox sevirəm, amma yazı daha çox sevirəm. Yəni favım ola bilər. Ona görə də mən yaz, Zeynəbsə yay. Deməli Gülərin ən sevdiyi fəsil yaydı. Mənim də ən sevdiyim fəsil yaydı. Hər şey bu qədər. Dostlar, indi isə keçirik meyvəyə. Zeynəbin sevdiyi meyvə yoxdur. O günlərim Zeynəbdən dedim ki, alça alaq. Dedi ki, mən alça sevmirəm. Amma yenə də aldıq nəysə. Və dedim ki, bəs çiçək falan sevirsən də? Hə? Dedi, yox, çiçək də sevmirəm. Sən bəs nəyə xoşlayırsan, mandalina falan? Dedi, yox, dedi, mənim bir sevdiyim meyvə yoxdur. Belə bir farkındalıq oldu. Ona görə də Zeynəbin sevdiyi meyvə yoxdur. Mənim də ən sevdiyim meyvə qışda mandalin, yayda isə alçadır. Yəni alçanı çox sevirəm və qarpız da çox sevirəm. Yəni alça qarpız və ya şey desə, nəyini mandalin desə qazanmış olacaq. Gülərin ən sevdiyi meyvə məncə alçadır. Mənim də ən sevdiyim meyvə yoxdur. Çünki mən meyvə yeməyi də sevmirəm. Meyvənin heç nəyini də sevmirəm. Bəlkə olsa bəlkə çox az dənə çiyələk ola bilər. O da çox Çiçək adı, çiçək deyirik. Bizim dənəpişimizin adı lotusdur. Yəni o çiçəkdir və Zeynəb o çiçək çox sevir. Amma həm də mavi qızılgül də çox sevir. Ona görə həm şey deyəcəm, lotus həm də mavi qızılgül mənim ən sevdiyim çiçək tulpandır. Çox bəyənirəm və çox sevirəm. Tulpandan başqa bir şey desə direkt və nərgizgülü və tulpanı desə direkt qazanmış hesab olunur. Öpdüm. yəni Gülərin ən sevdiyi gül məncə mavi qızılgüldür. Amma normal qızılgül də ola bilər. Əmin deyiləm. Əl dəydiyi üçün video deyəndə amma mən soruşdum, mavi qızılgül ya da lotus deyilmiş ən sevdiyi gül. Bunun bir şey gəldi, nənələrimizin adını deyə. Yəni bu tamamilə yəni uzaq qohum sayılır, yəni bir-birimizə görə. Yəni dostumuzun anasının və ya atasının anasının adını bilmək məncə çətin bir şeydir. Mən bu normalda əsla bilmirdim. Hətta son 3 ayda falan öyrənmişəm. Son 2 ayda falan, bəlkə də 1 ayda bilmirəm dəqiq. Nənəsinin adı Bilqeyisdir, nənəsinin adı. Hətta bu nətər öyrənmişəm. Zeynəb dedi ki, mənə ya nənəmin adını Bilqeyisi qoyacaqdılar, ya da Zeynəb qoyacaqdılar. Bibisi tırkalayıb Zeynəb qoydurub, Bilqeyis yaxşı ki qoymayıblar. Yoxsa mənim ən yaxın dostumun adı Bilqeyis olacaqdı. Yəni ona görə nənəsinin adı Bilqeyisdir, o bir nənəsinin adını bilmirəm. Yəni zaten bir dənəsi kifayət eləyir. Mən nənəmin adı Rəsmiyə və ya Nasam, amma Nasamını bilməyəcək zaten. Ona görə də Rəsmiyənin Nesil adını falan seçmişəm onun yanında. Böyük ehtimal onu bilməlidir. Nənəmin adı Bilqeyisdir. Zaten Güləri demişdim. Amma o mənim nənəsinin adını direkt olaraq demir. Sadəcə eşitdiyim qədərilə Səriyə, Safiyə və yaxud belə bir şey olmalıdır. Amma tək bildiyim S ilə başlayır, amma Səriyə olmalıdır. Bilmirəm, tamamen deyil. Mənim velosipedimə minmişəm. Yer cücəsi versiyasındayam. Deməli dostlar, Zeynəblə mənim tanış olduğumuz tarix 25 martdır. Yəni direkt 25 mart. Yəni bunu bilməsəm artıq o mənim dostum deyildir. Onu da buradan deyim. Biraz da velosiped sürməyimə konuk olun. Elə bildim Zeynəb gəlin atamdır. Deməli bizim tanış olmaq tariximiz üçün qaldan yataqlı. Deməli bizim tanış olmaq tariximiz 25 martdır. Yəni bu qədər. Net bir şəkildə Kia və ya şey ola bilər. Chevrolet ola bilər. Mənim isə sevdiyim maşın markası yenə Kia'dır. Deyək, onun Kia idi. Hə, o Kia çox sevirəm. Sürür hətta, yəni onun sevdiyi Kia'dır. Mənimki də Kia'dır. Mənim Kia'dan başqa Volkswagen. Ən favım Volkswagen'dır. Amma Kia'ya da yəni bayılıram. Kia və Volkswagen desən bilmiş olacaq. Mənim canım gerizekalı dostum öz sevdiyi maşın markaları soydur bitirmədən mənim sevdiyim markanı demək onda mən realda soruşdum və düz tapdı Kia. Olsun. Ümumiyyətlə də hər şey. İkinci olaraq BMW-dir. Yəni çox klassikdir, amma mən çox xoşlayıram. Üçüncü olaraq Santa Fe-dir. Sadəcə Santa Fe-yə ümumiyyətlə uzun maşınlar, uzun yox hündür maşınlar və çox azlıqda Kia. Bu qədər. Sevdiyimiz rəngi zaten birinci sevdiyimiz rəngi bilirik ya. 3 dənə rəng deyəcəyik. Zeynəbin birinci sevdiyi rəng mavi, ikinci sevdiyi rəng qara, ikinci sevdiyi rəng isə yəni 3 dənə rəng deyirəm ümumiyyətlə. Qara və mavi, qara və ağ mı deyim, onun üçüncü sevdiyi rəngi nə deyim bilmirəm. Amma qara, ağ və mavi, açıq mavi bunu deyəcəm. Mənim isə mor, açıq mor lila. İkinci sevdiyim rəng
Boz. Üçüncü sevdiyim renk isə qara. Ben en sevdiğim renkler bence. Güler ilk önce lilanı çok sevir ama böyle açık morda yani. İkinci olarak tünd mor sevir yani morda. Bənövşəyi rengi. Üçüncü olarak ise herhalde böyle klasik bir renk. Qəhvəyi vesaire dəyişim bir renk. Ben deməli əslində 3-4 tane sevirəm. Deməli birincisi bordodur, tünd qırmızı, qırmızı yox. Yani bordo da bardağı bu. Kimimsi renk. İkincisi su yeşilidir, su yaşılı böyle açığa qatan bir yaşıl rengi ve əlbəttə ki gecə mavisidir ama böyle tünd mavi, qaraya çalan mavi tonunu sevirəm. Bu qədər. İlk işimiz garaja düşməkdir. Getdik. Let's go. Heyecanlısan? Yox. Ağzına pox sən. Dostlar, Baxaq video. videoya baxmaq istəyirəm, mən qoymayacağam. YouTube videosuna baxar, montajlayıb Yaxşı, sadəcə o qisminə baxacağam. olsa mənim heç bir videoma tam baxmır. Mən də sənə qatıb paylaşaram, sən də görərsən. Bu qız özü ilə belə çəkdiyim videoya axıra kimi baxmır. Deyir ki, mən 5 dəqiqədən uzun heç nəyə baxa bilmirəm. Amma K-dramaları sezon, bölüm hamısına baxa bilir. Elə bir biz cındırdadıq burada. Garaja düşdük. Əsəbləşmə. Səsi yankılanmasına bax. Maşın markalarını tapmaya çalışaq. Məsələn, Hyundai. Ay tamam, maşın markalarında Hyundai demək yadımdan çıxdı. Hyundai da sevsən. Santa Fe dedim də. Santa Fe Hyundai'dir ki. Mən çiğ dedim səndən sevdiyim maşını. O da var idi. Onu da dedim ki, cırdı qaranı. Sən havali. Bir dakika. Eyni şey dedik. Havali. Zeynep bir dənə yarış eləməyə hazırsan. Yox. Maşın keçsin. Buradan, baxın indi, keç. Aha, o tərəfə gedir onsuz da. Bu durduğumuz yerdən, bu aşağının tam bax. Bu qapı var ha. Bura kimi yarış. Razısan? Razıyam. Telefon götür. 3, 2, 1. Zeynep qaçır. Gülər qaçır. Mən winneram. Bu kız winner'dı. Bu kız kazandı. Bir olalım isterdim ama artık tükendim. Bakıyorsun niye çok toz pembe hislerle. Ayı bozdun sen o düşlerle. Toz pembe acele etme. Yasak aşkın emin ellerde. Çox kimi oxuduğumuz mahnıya görə üzr istəyirik, amma bunu bayaqdansa oxuyuruq, dilimizdən düşmür. Dedik, siz üçün də çəkək, görək nəfər oxumuş. Böyük ma çox kimi yazarsanız. Artıq videoya çox adam baxır. 28. Evet, çox adama ləzzət olmadı. Nəysə. Demək dostlar, Cizən Pato oynayırıq. Zeynəb 50-yə kimi sayacaq. Mən də bu boyda qarajda gizlənəcəm. Let's go. Demək, qəşəng bir yer tapmalıyam. Aşağıya qatsam tez görəcək zaten. Hiss eləyəcək yerde olduğumu. Ona görə gəlin bura. Gəlin. Baxın. Ay tamam, bilmədən çıxışa gəldim. Mən bura istəmirdim. Çox pis oldu bu. 100% artıq gözüm açım çünki. Bayağı yumdu. Dur, baxacam indi. Az qalsın məni görürdü. Bura gəlir. Bu ağmaşını biraz oralardadır. Bura gelir. Yavaş yavaş. Şu an oradadır. Bura bak. Bura. Sabe. Ben yumuram. Sen yumdun da ben. Dostlar ben yum. Sen tutursan kamera yoksa ben. Başlattım. Uyan gedirəm. Bura işlədi. Çox galiba bura girəcəm. Girdim. Həmin yerləri çəkməyib mən gördüm onu və sobələdim. Bayağı yoruldum, mən hələ yorulmamışam. Gedib indi su falan içək. Sonra da məktəbimizin həyətlərini falan gəzir sizə. Bayaqlarımla vardım. Bayaqlarım düşdük biz qarajada, düzdür. Həmin vaxt orada Cizən Pato oynayandan sonra bölürdük sudan. Tam liftə minəndə sinif yoldaşımla qarşılaşdım. Onunla bir yerdə getdik su falan içməyə. Mən də getdim telefonumu zaryatkaya qoydum. Sonra düşdük aşağıya. Getdik
Ömrə məktəbi orada biraz bir şeyler elədik falan. Zaten oraları çox çəkə bilməyəcəkdim sizin üçün. Yəni maksimum 1 dəqiqə falan çəkə biləcəkdim də, yəni. Ancaq çox sorun deyil. Sonra getdim evi falan təmizlədim, yenidən düşdüm. Hardasa bir 40 dəqiqə falan çəkdi süpürüb silməyim. Qabları yuyacaqdım, ondan sonra dedim əşeyi götürmüşüm. Sonra yuyaram, yəni şey olmaz zaten. Az idi zaten qab. Yəni çox olsaydı yuyardım, amma az idi qab. Ancaq çox da bir sorun yoxdur. İndi birazdan kart oyunu falan oynayacağıq. Vplay'də bir dənə oyun var, kart. Belə 2 güneş kartı və 3 ay kartı falan. Öyle bir oyun oynayacağıq. Birazdan sizin üçün də çəkəcəm. Bunun tatlışlığına baxın. Çox oynağan bir şeydir. Bayaq üzünü tut, başını tutanda dediyində bir dənə refleksi var. Mən də tut, başını tut da. Ayaqların qalır. Demək dostlar, Vplay'də bir dənə oyun var idi. Onun üçün şey nə oldu? Yerə düşdü. Onun üçün şey hazırladıq. Biz Uno kartları ilə onun üçün oyun hazırladıq. İndi onu oynayırıq. Hərəyə 5 dənə kart verilir. İndi oyunu seçəcəm. Deməli, Ayağın 1-ci üzvü, Yeganə 2-ci üzv, Zeynəb 3-cü üzv, məndə 4-cü üzv. Bu oyunu bilənlər bilər, oynayırıq. Deməli, Yeganə kim başlayır? Zeynəb. Başlayıram. Ayağın başla. Aha, başla. Geçir abi. Bir ulduz, biraz müsaadə seç. Nədir? Bir ulduz kartı mən şübhələnə bilərəm və ya şübhələnməyə bilərəm. Mən Ayağından ilkdən şübhələnmirəm və özüm kart qoyuram. Mən 2 güneş kartı qoydum. Zeynəb şübhələnirsən yoxsa yox? Zeynəb bütün kartları gördüm Zeynəb. 2 güneş Yaxşı ki gözümü yumdum. Mən səni çəkirdim. Sən mən tərəfə tutubsan kartları. Çəkdim, çəkmədim. Güneş kartı. Şey ola bilər. 2 güneş kartı. Şübhələnməlisən. Mən yəni gördüm yarı-yarı şübhələnməlisən. Tam da amma görmədim. Şübhələnmirsən özün bilərsən. Ya, qoyuram. Ay, sən telefon nə işin var baba? Kartına bak be. Qoy. Mən baxmıram. Mən tərəfə tutubsan. Mən nə edə bilərəm? Tarafta oturupsan. Ay qaqaş, nə qaram? Harda oturum? 2 yıldız kartı dedi Yeganə və qoydu. Şübhələnirsən, şübhələnmirsən Ayağım. Baxma. Şübhələnirəm, göz təmasına. Bu ikisidir. Hadi Böyle, aklınıza girdi. içində. Girdi Ayağının bir şansı qalmışdı. O da getdi. Ayağın uduzdu. Şamil shift eləyə kimin başlayacağını seçir oyuna. Mənim videoma bax. Dostlar, bugünkü macəramız bu qədər idi. Ümid edirəm videomuzu bəyənmişsinizdir. Bayağı bir əyləncəli və uzun bir video olacağını düşünürəm. Öpdüm hamınızı. Bye bye.